Deyir, hər kimin mövlası mənəm, Əli onun mövlasıdır. Biz deyirik, Əli əleyhissalam məzlumdur. Xeyr, bir cəmiyyətin sağlamlıq dərəcəsini müəyyən eləmək istəyirsənsə, nə namazına bax, nə həccinə bax, nə ibadətinə bax. Heç cür bunlar güzgü deyil. Peyğəmbər cəmiyyətinin sağlamlığını müəyyən eləmək istəyirsənsə, onunla axırıncı həcdən qayıdan adamlar mücahiddir, Peyğəmbərin yanında döyüşüb. Namaz qılandır, oruç tutandır, Peyğəmbərlə birgə həcc eləyiblər. Həcc kimi böyük ibadətdən qayıdıblar. Baxırsan, hamısı abid, hamısı abidlər ordusudur. Qayıdır, gəlir. Bu cəmiyyət içində Peyğəmbərin sözünün çəkisi nə qədərdir? Həmişə biz bu hədisin ikinci hissəsini təhlil edirik. Deyir ki, mən kuntu mövla, fəhaza aliyyum mövla. Deyir, hər kimin mövlası mənəm, Əli onun mövlasıdır. Biz deyirik, Əli əleyhissalam məzlumdur. Xeyr, cümlənin birinci hissəsinə baxın. Kimin mövlası mənəm? Deməli, Peyğəmbərin cəmiyyətində Peyğəmbər mövla deyilmiş ki, Əli mövla ola bilmədi. Cümlənin birinci hissəsinin önəmi var. Kimin mövlası mənəmsə, Əli onun mövlasıdır. Ya Rəsulallah, sən bu cəmiyyətin mövlası ola bilmədin. O sənin azizliyin deyildi. Bu cəmiyyətin müxtəlif səbəblərdən uğradığı mənəvi düşkünlüyün səbəbindən idi.